Hələ bu şirkət nümayəndəsi deyir ki, məndə konsultasiya pulsuzdur, zəng edin məsləhət verin. Əziz dost, yəni birinci öyrənək, ondan sonra xalqa məsləhət verək, xalqın evini tikək, yıxmayaq. Yenə adını Construction qoymuş bir şirkət nümayəndəsi çox səhv bir məsləhət verir. Deyir ki, 50 santimetrdən bir katok kütləşdirmə etmişdir. Katok yəni vərdəni Azərbaycan dilində deyilir. Kütləşdirmə etmişdir. Bu tamamilə səhv bir fikirdir. Nəyə görə? 15-20 santimetrdən artıq kipləşmə katoklarda mümkün olmur. O 50 santimetr olarsa əgər, onun üst qatı kipləşir, alt qat isə boş qalır. Bu ilkin vaxtı çox böyük bir fəsad vermir. Lakin tikinti davam etdikcə, divarlar yükləndikcə, bina ağırlaşdıqca gələcəkdə böyük fəsadlar verə bilər və həmin şirkət də sudan quru çıxar ki, gördün, mən katokla kipləşdirdim, hər şey məndə qaydasındadır, yəqin nəsə bir başqa bir hal baş vermişdir. Ona görə hörmətli izləyicilər, hər 20 santimetrdən bir torpaq yayıldıqdan sonra kipləşmə, yəni katok vurmalıdır, vibro katok, onun üstündən yenə 20 santimetr vurmalıdır. Yəni 1 metrdirsə 5 dəfə bu vəziyyət, bu hal təkrar olunmalıdır. Faydalı oldumsa şad oldum. Sağ olun, gələn görüşlərə dək.